Sayın mənaca növlərindəyik. Sayın mənaca iki növü var. Miqdar sayıları və sıra sayıları. Miqdar sayıları əşyanın miqdarını bildirir. Miqdar sayının da ayrıca 3 növü var. Gəl buradan elə göstəreyim hansılardır. Miqdar sayılarının növləri. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı və kəsir sayı. Deməli, müəyyən miqdar sayı, qeyri-müəyyən sayı, bir də kəsir sayıları sayın mənaca növlərinə aiddir. Müəyyən miqdar sayı əşyanın konkret miqdarını bildirən sayılara deyilir. Məsələn, 5, 15, 22, 38, 42, 54, yəni dəqiq sayıdır da. Dəqiq sayı biliriksə, deməli bu sayımız müəyyən miqdar sayıdır. Yəni dəqiq müəyyən miqdar sayıdır. Həmin bu sayılarımız neçə, nə qədər suallarından birinə cavab verir. 5, neçə? 5. Nə qədər? 5. Müəyyən miqdar sayıları quruluşca sadə və mürəkkəb tərkibi olur. 1, 10, 12, 45 və s. kimi sayılar müəyyən miqdar sayındandır və quruluşca sadə və mürəkkəb olur. Müəyyən miqdar sayı qəti deməli, nə ola bilmir? Düzəltmə ola bilmir. Yalnız sadə və mürəkkəb olacaq. Sonra, müəyyən miqdar sayından sonra gələn söz adətən cəm şəkilçisi qəbul eləmir. Bunu bayaqki qaydamızda dedik. Çünki konkret sayıdır, dəqiq sayıdır. 4 uşaq, 10 kitab, 5 dəftər, 7 televizor və s. kimi. Zaman məzmunlu bəzi isimlər, il, əsr, gün və s. kimi sözlər 100, 1000 kimi müəyyən miqdar sayından sonra cəm şəkildə işlənə bilər. Nəyə görə cəm şəkildə işlənir? Səbəbi odur ki, zaten bu çoxluq bildirir də, daha çoxunu bildirir. Deməli, 100, 1000 kimi müəyyən miqdar sayılarından sonra, daha doğrusu il, əsr, gün, həftə və s. kimi sözlərdə 100, 1000 kimi müəyyən miqdar sayı cəmdə işlənə bilir. 1000 illər, 100 saatlarla oturdum, 10 saatlarla oturdum. Bax, bu kimi sözlərdə zaman məfhumu bildirəndə həmin o il, əsr, gün, həftə kimi sözlərimiz larlər cəm şəkilçisini qəbul edir. Bu məqam qrammatik normanı pozmur. Müəyyən miqdar sayı ilə isimlər arasında nəfər, baş, dənə, ədəd, cüt, dəst, kiloqram, metr, litr, tikə, parça və s. kimi numerativ sözlər artırmaq olur. Yəni, həmin bu sözlər numerativ sözlərdir və bu sözlərdə neyniyir? Heç bir şəkilçi qəbul eləmir. Sadəcə sayla ismin arasında gəlir, iştirak edir. Oldu mu? Bunlara da nə deyilir? Numerativ sözlər deyilir. Deməli, nəfər insana, baş heyvana, ədəd dənə cansız əşyaya, cüt dəsti isə qoşalıq bildirən isimlərlə işlənir. 5 nəfər şagird, 2 baş qoyun, 2 dənə kitab, 1 cüt corab, 1 dəst paltar və s. kimi. 1 cüt corab, deməli, 1 dəst kostyum. Bax, bu formada cütlük, çoxluq bildirənlər, deməli, numerativ sözlər adlanır. Baş soğan, sarımsaq sözləri də işlənə bilər. Deməli, bir baş soğan, bir baş sarımsaq da burada baş deməli sözü də yenə numerativ kimi işlənə bilər. Yəni, baş sözünü həm heyvana deyə bildik, həm də soğan və sarımsaq kimi sözlərin yanında işlənə bildik. Qaranlıq qalan hissə qalmadı qızım? Yıkılmadı. Əlasan, gəldik qeyri-müəyyən miqdar sayına. Əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirən sözlərə deyilir. Nə qədər sualına da cavab verir. Yəni, bu qeyri-müəyyən miqdar sayla dəqiq sayı bəlli deyil. Az, çox, xeyli, bir qədər, bir çox, bir az çox kimi sözlər qeyri-müəyyən miqdar sayıdır. Qeyri-müəyyən miqdar sayıları quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilir. Az, azacıq, az çox və s. kimi. Qeyri-müəyyən miqdar sayıları numerativ sözdən işlənmir. Lakin təqribi təxmini sayılar bir neçə numerativ sözdən işlənə bilir. 5-6 nəfər adam, bir neçə nəfər formasında bəzi qeyri-müəyyən miqdar sayıları numerativlə işlənə bilir. Yəni, təqribi sayılar numerativlə işlənə bilir, amma qeyri-müəyyən işləmir. Onu da gəl izahını verim. Qeyri-müəyyəndə nə dedik? Qeyri-müəyyəndə ümumiyyətlə, yəni dəqiq say heç bəlli deyil də. Az. Gəl belə yazım. Qeyri-müəyyən, bax, buradan yazıram. Qeyri-müəyyən. Yazıram necə? Az, çox. Burada ümumiyyətlə heç bir saydan söhbət gedə bilməz də. Yəni, bunun 5 dənə, 10 dənə olduğunu mən bilmirəm. 20 dənə, 50 dənə olduğunu bilmirəm. Qeyri-müəyyən sayılara, deməli, neynədim? Numerativ işlədə bilmərəm.
say bəlli deyil axı. Amma təqribi sayları, yəni təxmini saylara 5, 6 baş qoyun. Burada gördüğün mən baş sözünü, numarativ sözünü işlədə bildim. Bunu da nəyə görə işlədə bildim? Bu saylar ən azından mənə müəyyən təxmin verir də. Bu say ya 5 ola bildi, ya da 6 ola bildi. Düzdür, qoyunların sayı ya 5 olacaqmış, ya da 6 olacaqmış. Düzdürmü? Yəni burada say məfhumunun hansısa birini mən görə bilirəmsə, deməli mən ora numarativ say, numarativ söz qoya bilərəm. Amma müəyyənlik ümumiyyətlə heç yoxdursa, heç bir rəqəm sözü yoxdursa, deməli orada mən numarativdən istifadə edə bilmərəm. Aydın oldu bu hissə tam şəkildə? Evet. Qaranlıq qalmadı? Hayır. Aha. 4-5 adam. Mən ora numarativ söz əlavə edə bilərəm qızım. 4-5 adam. Hayır. Niyə? Nə dedim? Çünkü 4-5 riski yerim necə? Çünkü riski yerim numarativ olabilir ama Amma təxmini də 4-5 sözünü mən dedim. nerede? 4-5 sözünü dedim. Bax, yaxşı yazıram burada, gözümüz görsün. 4-5 adam. Mən bura numarativ söz yaza bilərəm araya. Hayır. Niyə? Yaza bilərəm. 4-5 nəfər adam. Bu mənim təqribi sayımdır. Sayımda ya 4 var, ya da 5 var da. Yəni, ya 4 ola bilər adamın sayı, ya da 5 ola bilər. Düzdürmü? Deməli, mən burada numarativ söz qoya bilərəm. Amma mənim anlayışımda ümumiyyətlə heç bir saydan söhbət getmirsə, onda mən numarativ söz qoya bilmərəm. Məsələn, deyirəm ki, az kitab. Az ədəd kitab deyə bilərəm. Az adet Az ədəd kitab. diyebilirsin. Az Hayır. ədəd. Deyə bilmərəm, çünki burada bir say anlayışı yoxdur. Yəni, dəqiq say anlayışı yoxdur. Amma az sözü ümumiyyətlə, yəni, ümumi sayı bildirdi də. Az sözü müəyyən bir qədər, müəyyənlik bizə ifadə eləmədi. Qeyri-müəyyən, tam qeyri-müəyyəndir. Amma 4-5 nəfərdə ən azından ya 4 olacaq, ya da təxmin eləmək mümkündür də. Yəni, bunu belə yadımızda saxlayaq ki, təqribi saylarda, təxmini saylarda təxmin etmək var deyə biz ora numarativ sözü qoya bildik. Amma az, çox, bir qədər bu saylarımıza biz təxmin eləmək mümkün olmadığına görə numarativ sözünü qoya bilmərik. Oldu mu? Oldu. İndi gəl bir dənə də deyəcəm. Qoy tam mənimsənlisin. 3, 5, 3-5 çiçək. Burada mən numarativ söz qoya bilərəmmi? 3-5 dəstə çiçək. Qoya bilərəm. Mən dəstə sözünü yazmamışam. Yaza bilərəm. Bakın siz bir 4-5 adam arasına nefer koydunuz. Qoydum. İndi mən burada qoya bilərəm o dəstə sözünü. Onu soruşuram. İndi yazmamışam. Səndən soruşuram. Yaza bilərəm yoxsa yox? Olar değil. Olar, bəli. Yəqin yox. Elə olur. Niyə görə olur? İzahını sən mənə vermək istəyirsən? Bir də təkrar o zaman deyirəm. Çünki mən burada müəyyən bir sayı təxmin elədim. Ya bu sayım 3 ola bilərmiş gülümün sayı, ya da 5 ola bilərmiş, düzdürmü? Əgər orada təxmin etmək varsa, demək mən ora numarativ sözü, dəstə sözünü qoya bilərəm. Amma. Xeyli ağac. Xeyli ağac. Mən bura numarativ sayı qoya bilərəm. Söz. Hı? Yox. Niyə görə qoya bilmədim Südabəm? Burada numarativ bir xeyli deyil. Yox, xeyli sözü numarativ deyil. Xeyli sözü qeyri-müəyyəndir. Qeyri-müəyyən sözdür. Xeyli sözü də qeyri-müəyyən, tamamən qeyri-müəyyən olduğuna görə, yəni orada müəyyən rəqəm, ədəd anlayışı yoxdur deyə bu arada mən numarativ söz qoya bilmərəm. Videoya bir neçə dəfə baxandan sonra mövzunu tam mənimsəyəcəksən, heç özünü narahat hiss eləmə. Keçdik nəyə? Deməli, bir sıra, bir çox sayılarının izah elədiyi sözlər yalnız cəmdə olur. Bir sıra məsələlər, bir çox əhvalatlar. Çox, çoxlu, onlarla, yüzlərlə kimi sayıların izah elədiyi sözlər həm təkdə, həm də cəmdə ola bilər. Çox adam, çox adamlar. Yüzlərlə fikir, yüzlərlə fikirlər. Deməli, qalan bütün sayılardan sonra gələn sözlər yalnız təkdə olur.
3-5 adam, xeyli adam, biraz meyvə, biraz tərəvəz, bir qədər su və s. kimi. Bir qism sayılar da var ki, onlar müxtəlif sayıların birlikdə işlənməsindən əmələ gəlir. Belə sayılara da təqribi sayılar deyilir. Bu sayılar sayın ayrıca bir məna növünə daxil deyil. Elə qeyri-müəyyən miqdar sayının içində gedir. 5, 6, 7, 8, 10, 10, 2, 2 və s. kimi. 10, 12 və s. kimi. Təqribi, təxmini, yəni sayıların əvvəli ən azı, sonrası isə ən çoxu bildirir. Bu sayılar həm nə qədər, həm də neçə sualına cavab verir. Gəldik indi kəsir sayılarına. Miqdar sayının bu növü də deməli, əşyanın kəsir sayının tam hissəsini və ya tam və hissəsini izah edir. Yadında da biz kəsir mövzusunu 4-cü sinifdə, 3-cü sinifdə keçmişik. Hətta 2-ci sinifdən səndən mən keçmişəm. Deməli, kəsir sayılarını dedik, 5-də 1, 4-də 2, 3-də 2 və s. kimi. Bu kəsir sayılarda nə qədər, neçə hissə suallarından birinə cavab verir. Kəsir sayılarda quruluşca yalnız mürəkkəb, yəni tərkibi sayılar olur. 10-da 5, 20-də 8 və s. Kəsir sayıları, müəyyən miqdar sayıları və daha üstəlik ki, yerli hal şəkilçisi deməli ilə işlənir və məzmuncanda çıxışlıq hal şəkilçisi mənasını ifadə edir, amma daha yerli hal şəkilçisi ilə işlənir. Yəni 5-də 3, bax, buradan yazıram. Yəni 5-də 3. Hal olaraq yerli halın şəkilçisidir hal olaraq. Amma mənası çıxışlığın mənasını ifadə edir. Niyə? Yəni 5-dən 3 parça götürmək mənasında. Başa düşdün? 8-də 6. Yəni 8-dən 6 dənə hissə götürmək mənasında. Kəsir sayıları rəqəmlərlə yazılanda vergüldən istifadə olunur. 3 deməli 3,5 7,2 və s. kimi. Kəsir sayılar da numerativ sözlərlə işlənə bilmir. Qaldı bir dənə sıra sayılarımız. İnşallah növbəti izahımızda da onu verəcəyik.